Atomun quruluşu dövri sistem dövri qanununa bağlı sınaq nizamına baxacağıq. Birinci sualla başlayaq. Bircə saniyə qələm seçək. Aha. Atomun nüvəsində hansı elementar zərrəciklər yerləşir? Biz bilirik ki, atomun nüvəsində proton və neytron yerləşir. Cavab olacaq Y variantı. İkinci sualda biz görürük ki, dövr üzrə soldan sağa və qrup üzrə yuxarıdan, daha doğrusu dövr üzrə yuxarıdan aşağı, qrup üzrə də sağdan sola verilibdir və bizə oxşar fərqli cəhətlər soruşur. Bir istiqamətinə nəzər yetirək. Yuxarıdan aşağı getdikcə metallıq xassə artırdı. Ona görə də 3 gedəcək 1-ə. 2 istiqamətinə fikir verək. 2 istiqamətində soldan sağa doğru. Soldan sağa doğru getdikcə iyonlaşma enerjisi artırdı. Deməli 2 gedəcək bura. Sonra ortağı nə ola bilər? Yuxarıdan aşağı, soldan sağa getdikcə nüvənin yükünün artması. 1 gedəcək bura. 3, 1, 2. Hardadır? B variantı. Üçüncü sual. Qısa elektron formulu verilmiş hansı elementin hidrogenlə birləşməsi adi şəraitdə bərk haldadır? Bərkdirsə, deməli bu nədir? Bu metaldır. Birinci, ikinci, üçüncü əsas yarım qrup elementləri metaldır. Yerdə qalanlar isə qeyri-metal. Üstlərin cəminə baxacağım. A variantında 6 ilə 2-nin cəmi 8, 8-ci qrupdur, deməli qeyri-metal. B variantında 5 ilə 2-nin cəmi 7, qeyri-metal. C variantında 2 ilə 3-ün cəmi 5, qeyri-metal. D variantında 2 ilə 2-nin cəmi 4, qeyri-metal. Y variantında isə yalnız 2-dir, yəni ikinci qrupdur. Bu da metal. Hansı kimyəvi elementlər alotropik şəkil dəyişmə əmələ gətirir? Biz bunun kodla yadda saxlayırdıq. Job-siz şəklində. Karbon, oksigen, fosfor, silisium, kükürt. Bu elementlərin içərisindən. Dövri sistemdə 3-cü dövr 7-ci qrup. Dövrlər görə iyonsuz 3-dür. 7-ci qrup olması üçün 3-ün cəmi 7 olmalıdır. O da Y variantıdır. 2 ilə 5-in cəmidir 7. A variantını 3 ilə 2-in cəmi 5 eləyir. D variantını 3 eləyir. B variantında 8 eləyir. Burada da üstləri cəmləsi 3 eləyəcək C variantında. 6. Nəcib qazı göstərin. Nəcib qazlar hansılardır? Helion, neon, argon, kripton, ksenon, bir də radon. Ona görə A variantı. 7-ci sual. Neytral halda X atomu elektron alırsa, əgər elektron alsa, deməli onun radiusu necə? Artacaq. Amma nüvə yükü azalacaq. Həmçində aniona çevriləcək. Ona görə də cavabı olacaq 1 ilə 3. 8. Ən maraqlı suala gəldik. X 20 protonu varsa, 2 müsbət iyondusu 18 bunun elektronudur. Müsbət nəyin yüküydü? Protonun. Deməli 2 çıxmalıyam ki, elektron alım. Y 9-dur, mənfi 1-dir. Mənfi nəyin yüküdür? Elektronun yüküdür. Deməli 9-un üzərinə 1 vaid gələcəm. 10 olacaq elektron. Açıq B. Buna aid edirəm, buna da B deyirəm. 18-dən 10 çıxanda nə eləyir? 8 eləyir. Cavab olacaq C variantı. 9-cu sual. X-dir, 40 bunun yüküdür. Qısa elektron formu 4s2. 4s2 20 deməkdir. Deməli, onda neytron sayda tapmaq üçün 40-dan 20-ni çıxacam, eləyəcək o da 20. Cavab olacaq C variantı. 10-cu sual. R2O5 tipli baş oksid əmələ gətirən elementin hidrogenli birləşməsinin formulunu göstərin. R2O5 tipli baş oksidin əmələ gətirən elementin hidrogenli birləşməsi RH3-dür. Bu əzbərlik sualı idi. R2O, RO, R2O3, RO2 bunları əzbərləməliyik. Həmçinin də RH, RH2, RH3, RH4, RH3, RH2, RH bunları da uyğun olaraq, yəni kənardan yazaraq da baxa bilərik. 11-ci sual. XO2 mənfi yazaq. XO2 yuxarıda mənfi yazam. 24 elektron var idi. Mənfi dedik nəyin yüküdür? Elektron. Deməli 23 bunun protonu var imiş. X üstə gəlir, oksigen 16-dır. Bərabər eləyirəm 23-ə. X olur burada nə? 7. İndi 7-ni açsam mən 1s2, 2s2, 2p neçə olacaq? 7 olması üçün üstün cəmi 4, 3 çatmır da. İndi bunları açarkən 1s2-dir. Elektron doldu. 2s2 və 2p3 deyirdi. Elektronları yerləşdirdik. 3 dənə tək elektron var, cütləşməmiş elektron. İndi baxaq görək bizdə nə istəyir. Hansı ifadələr doğrudur? Əlavə yarım qrup elementidir. Xeyr, əsas. Çünki ən sonuncuna baxırıq biz. P deyilmi?
S-lə P varsa bu əlavə deyil, əsas yarım qrupdur. 1 yanlış. 2. Normal halda 3 ədəd cütləşməmiş elektron var. İncə göstərdik. Baxın burada. 3 dənə cütü yoxdur bunun. Cütləşmiş elektron yoxdur. Ona görə 2-ni götürürəm. Qeyri-metalda bir deyək ki, qeyri-metal olduğunu üstə baxacağam. 3 ilə 2-nin cəmi nədir? 5. Deməli, bu nədir? Qeyri-metaldır. Deməli, 3 də doğrudur. 4-də deyir 4-cü qrup elementidir. Xeyr, 5-ci qrup. Qrupu cəmləyəndə 2 ilə 3-ün cəmi bizə verir 5. Ona görə 4 də yanlışdır. Buraları silək. Keçək növbəti suallarımıza. Aha, artıq siyasiyalara gəldik. X elementi A və B allotropik şəkil dəyişmələri əmələ gətirir. O dəqiqə ağlımıza gəlir oksigen qazı ilə ozon. A və B modeli adi şərtdə qazdır. Həqiqətən də hər ikisi qaz haldadır görürük. Nə deyir? A maddəsi yanmaya kömək eləyir. Oksigen yanmaya kömək eləyir də. Deməli A maddəsi oksigen imiş. O zaman B maddəsi də ozondur. Bizə onun üçün deyir ki, B qazının kimyəvi formulu. O zaman olacaq ozon. 14-cü sual. A və B molekullarında olan atomların cəmi. Biri oksigen idi, biri ozon idi. Atom deyəndə indeksə baxırıq. 2 ilə 3-ü cəmləyirik. Cavab olur nə? 5. Son sualımıza gəldik nəhayət. 15-ci sual. Eyni kütlədə götürülmüş A və B qazları. Yazıram oksigen, yazıram ozon. Eyni kütlədə. Kütlələrini hesablayaq. 32 bu olacaq. 48 də bu olacaq. Eyni bir ədədə gətirsək 96-ya gətirə bilərik. Deməli 3 mol onda oksigen, 2 mol ozon götürməliyik. Bizdə deyir həcm payı. Həcm payı demək mol payı deməkdir. Bizdə A-nı istəyirdi deyə. A-nı böləcəm ümumiyə, yəni 3-ün 2-nin cəmi 5-ə, vuracam 100-ə. O da verəcək mənə nəyi? 60%. Cavab olacaq 60%. Beləliklə sınavımızı yekunlaşdıq. Növbəti videolarda görüşənədək.